Salam yoldaşlar, bu suallar blok sualı olmasa da blok sualının son hissələridir. Yəni şagirdlər də son hissələrində zaten texnik səhvlər eləyirlər. O texnik səhvlərdən yaralı olduğumuz üçün də bu illəri bu sualı həll etməyə bir özünüz cəhd eləyin, ondan sonra izahına baxın. Verək. Deyir ki, bu ifadə çıxılsın 1. 1-i ortaq məxrəcə gəlmək üçün nə bölünə formasında yazaram? Yazaram ki, x sıx 6 böl x sıx 3 olduğu kimi qalsın. Bu 1-i yazaram. X sıx 3 bölünsün x sıx 3. Zaten x sıx 3'ü x sıx 3'e böldüyümüz zaman 1 eləyir. Amma məqsəd nədir? Ortaq məxrəcə gəlməsi. Gəldiyinə görə yazıram x sıx 3. Məxrəclər eynidirsə ya toplayacam, ya çıxacam. Çıxma verib deyə yazıram x sıx 6. Çıxmadan sonra nəsə yazılırsa mötərəzə içərisində x sıx 3. Mənfini payladığım zaman içəri x sıx 6 çıx x üstəgəl 3. Mənfi x ilə müsbət x islah. Mənfi 6 üstəgəl 3 oldu. Mənfi 3 bölünsün x sıx 3. Bura qədər bir problem yoxdur. Amma variantlarda, uyğunluq suallarında hər hansısa bir yerdə bu sualın cavabı başqa necə qeyd oluna bilər? Mənfi 3 bölünsün x sıx 3. Bu mənfini mən kəsirin qarşısında, kəsir xəttinin qarşısında da yaza bilərəm. Məxrəcə də paylaya bilərəm. Məxrəcə payladığım zaman İnanmıram ki, mənfi vurulsun x sıx 3 görəsiz. Avtomatik paylanmış olacaq. Mənfini x sıx 3-ə vurduğumuz zaman a çıx b-yə vuranda b çıxar. Yəni 3 çıx x. Variantlarda 3-ü də ola bilər. Diqqətli olun.